Hüsaməddin müəllim, MİQ və ya sertifikasiya ibtidai sahə üzərindən hazırlaşan müəllim və müdavimlərə hansı vəsaitləri tövsiyə edə bilərik? Gözəl sualdır. Birinci vəsaitimiz qaydalar kitabıdır. Bu kitabın içərisində həm riyaziyyatdan, həm də Azərbaycan dilindən bizə lazım olan bütün qaydalar, eyni zamanda imtahanda olmuş sual tiplərinin izahlı nümunələri öz əksini tapmışdır. İkinci kitabımız isə Xes Akademinin ibtidai sinif müəllimləri və müdavimləri üçün imtahanın bütün çərçivə sənədi əhatə edən test toplusudur və burada bizim həm mövzularımız, həmçinin də mövzulara uyğun olan test nümunələri öz əksini tapmışdır. Üçüncü vəsait isə 1234 test toplusudur. Bu topluluğun içərisində son 5 ilin MİQ və sertifikasiya ibtidai imtahanı düşmüş sual tipləri həm riyaziyyatdan, həm də Azərbaycan dilindən öz əksini tapmışdır. Bəs müdavimlər mətn problemini necə həll etsinlər? Tam sıfırdan başlamaq istəyirsinizsə, daha uğurlu vəsait 250 mətn toplusudur. Bir növ bu sizə binövrə sayılmış olacaq. Bundan əlavə artıq müəyyən biliyə sahiblənmisinizsə, əlavə olaraq ikinci hissə kimi analitik oxu üçün mətnlər daha məqsədə uyğun hesab edilmiş olur. Kitablardan nümunə səhifələr əldə etmək üçün rəy bölməsinə imtahan sözü yazmağınız kifayətdir.